Salam, hər vaxtınız xeyir, hər birinizi salamlayıram canlı yayımımızdan. Deməli, hamıya bəllidir, artıq buraxılış imtahanlarının vaxtı açıqlandı, bu qrip bizi birtəhirlədi. Ona görə bundan sonra daha sürətli şəkildə canlı yayımlarımız olacaq. Canlı yayımda blok və buraxılışa hazırlaşanlara dəstək məqsədindən riyaziyyatdan mövzu izahları, nə bilim, testlər izahı və s. olacaq. Bizi kimlər izləyirsə, zəhmət olmasa ekranları bəyənək. Və bu günlərdə canlı yayımıza riyaziyyatdan blok və buraxılış imtahanına hazırlaşanlara dəstək məqsədi ilə modul tənliş mövzusunun izahı olacaq. Yəni, hansısa bir şagirdin modul tənlikdə çətinliyi varsa, sıfırdan ta mürəkkəb modul tənliklərə qədər inşallah çalışacağım gedib çıxar. Yəni, bu canlı yayımımızda modul tənliklər həm buraxılışda, həm blokda sizə təklif oluna biləcək modul tənliklərin izahını verəcəm. Bizi kimlər izləyirsə, zəhmət olmasa ekranları bəyənin ki, qoy canlımıza daha çox izləyici qarşısına çıxsın. Belə, canlı yayımıza yeni qoşulanları bir daha hər birini salamlayıram. Yenə deyirəm, imtahanlara deyəsən səhv eləmirəmsə 2 ay belə vaxt var da. Vaxtlar artıq bəlli oldu. Və bu səhifədə bacardığım qədər keçən də olduğu kimi bu ildə mövzu izahları, nə bilim, testlər həlli şagirdlərə dəstək məqsədi ilə nə bilim, əlimdən nə gəlir edəcəm də. Deməli, bu günləri dərsimiz olacaq modul tənliklər. Biz başlayaq dərsimizə. İnşallah yavaş-yavaş izləyicilər gəlir. Modul tənliklər olacaq mövzu izahı, sıfırdan izah. Yəni, modul tənlik bünövrədən başlayacağım ta çətinlərə qədər. Ona görə modul tənlikdə kiminsə çətinliyi varsa, canlı yayımımızı izləyib öyrənə bilər və burada ola bilər bəzi şagirdlər bilsin dərsi, bir çox şagirdlər. Yəni, bəsitlərdən də olacaq ta çətinlərə qədər. Neysə, vaxt itirməyək. Modul tənlik nədir? Adından da məlumdur da. Yəni, burada çətin bir şey yoxdur ki, modul tənlik, yəni dəyişən modul işarəsi daxilində olur. Ona görə biz ona deyirik modul tənlik. Aydın oldu. Yəni, dəyişəni sırf modul işarəsi altında olan bütün tənliklər adlanır modul tənliklər. Ən sadə modul tənlik bax bu şəkildədir. Modul x bərabərdir a. Ən sadə modul tənlik budur. Yəni, biz bütün bir çox modul tənlik, az qala əksər modul tənlikdə də axırda gəlib bura çıxır. Ona görə sadəsini bilməliyik ki, yavaş-yavaş gedək mürəkkəbə. Bax, modul x bərabərdir a tənliyi. Ən sadə modul tənlikdir. Ən sadə. Bunun da həlli, əgər həlli varsa, indi mən o halları da deyəcəm, nə vaxt həlli var, nə vaxt həlli yoxdur. Əgər bu modul x bərabərdir a tənliyinin də həlli varsa, yəni a sıfırdan böyükdürsə, 2 dənə həll var da, bir x bərabərdir mənfi a-dır, bir də x bərabərdir a. Ən sadəsi bax bu şəkildə. Modul x bərabərdir a müsbət olanda həlli olur. Modul x bərabərdir a tənliyi isə buraxılış imtahanında bu formada düşəcək. İnanmıram, daha çətində, amma daha çətində blok imtahanında düşə bilər. Modul x bərabərdir a tənliyində a sıfırdan böyükdürsə, bax bu tənliyin həlli var. Yaxşı, həlli var, köklər hansılardır? Bir x bərabərdir mənfi a-dır, bir də x bərabərdir a-dır. Bu birinci hal. İkinci, nə vaxt həlli yoxdur? Sonra, modul x əgər a sıfır olsa, modul x bərabərdir 0 tənliyinin də həlli x bərabərdir 0. Sadəcə bir 0 yazılıb qutadır. Üçüncü, əgər a sıfırdan kiçikdirsə, bunun həlli yoxdur. Yəni, biz deyirik ki, boşluqludur. Aydın oldu. Deməli, bir daha deyirəm, sonra keçir misallar həllinə. Modul tənlik nədir? Dəyişənin modul işarəsi altında olan bütün tənliklər adlanır modul tənlikdir. Ən sadə, yenə deyirəm, modul tənlik, modul x bərabərdir a tənliyidir. Əgər a sıfırdan böyükdürsə, bu tənliyin 2 müxtəlif həqiqi kökü var. Və yaxud da həlli var da, həqiqi kökdür demək. Modul x bərabərdir a-da. Əgər a müsbətdirsə 2 dənə həlli var və bu həllər hansılardır? X bərabərdir mənfi a müsbət a. O el arasında belə deyək də, el arasında demək, riyaziyyatda çox məşhurdur da bu deyiliş. Kimə deyirsən, deyir, bir dəfə mənfi, bir dəfə müsbət. Yəni, bu qayda da keçərlidir hardasa. Aydın oldu. Yəni, probleminiz varsa, bu halda da
bu şəkli yadda saxlaya bilərsiniz. Yəni ən məşhur deyilişi budur. Bir dəfə mənfi, bir dəfə müsbət. Doğrudan da bir dəfə mənfi, bir dəfə müsbət. Amma həlli varsa, əgər həlli varsa, həlli yoxdursa bir dəfə mənfi, bir dəfə müsbət keçmir. X bərabərdir mənfi A, X bərabərdir A. A 0 olsa, modul X bərabərdir 0, X bərabərdir 0. Yəni hansı ədəddir ki, modulu 0-dır? Modulu 0-a bərabər olan yeganə ədəd bu yer kürəsində 0-dır da, bundan o tərəfə yoxdur ki. Bunları araşdırırıq, sonra birbaşa A 0-dan kiçik olanda da bunun həlli yoxdur. Niyə? Çünki modul mənfi ola bilməz. Biz bunları bir-bir araşdırdıq, göstərdim sizə. Yəni A müsbət olanda 2 dənə mənfi müsbət həlli var. A 0 olanda modulu 0 olan yeganə ədəd 0-dır. A mənfi olanda modulu mənfiyə bərabər olmaz. Ona görə həlli yoxdur. Bunları da bildik də bu şəkildə. Hər dəfə araşdırmıyor. Bir dəfəlik mahiyyətini biləndən sonra daha əzbərləyib yadda saxlayırıq. Ki, müsbət olanda bir dəfə mənfi müsbət, 0 olanda 0-a bərabər götürürük. Mənfi olanda dərhal dayanırsan, deyirsən ki, saxla, həlli yoxdur. Aydın oldu. İndi keçək təməl bir işlərdən ta gedirik çətinlərə qədər. Qrip bizi bir təhər elədi. Çıxmır canımızdan. Uşaqlar, ekranları bəyənək də hər birinizdən xahiş edirəm. Müəllim, sinus, kotanges, tanges var. YouTube kanalına gir, orada hamısı var. Bax, bəsit misallardan başlayıram. 1. Modul X bərabərdir 3. Ən sadə, yəni necə deyim, uşaqlar, istəyirəm təməl bir işlərdən gəlim. Həmişə ki, məni izləyənlər bir də bütün dərslərdə mən sıfırdan gəlirəm yuxarı. Ya bu canlı yayını izlə, öyrən də. Bu buraxılışa hazırlaşmırsan. Vallahi öyrən buradan. Modul X bərabərdir 3. Əsl buraxılış sualıdır. Yəni sənə buraxılışda düşə bilər. Mənlə bərabər hissə-hissə, pillə-pillə öyrən. Dedik ki, modul müsbətə bərabər olanda bir dəfə mənfi, bir dəfə müsbət. İstəyirsən hər dəfə özün üçün də belə araşdır. Hansı ədəddir onun modulu 3-ə bərabərdir? Mənfi 3-dür, bir də müsbət 3-dür. Yəni başqa hansı iki ədəd var? Ona görə belə yazırlar bunu. X bərabərdir mənfi 3, X bərabərdir 3. Riyaziyyatda da tənlikləri həll edəndə, bir dəfə 2 kök varsa, fərqlənsin deyə birinə 1, birinə 2 deyirlər. Aydın oldu. Və çox zaman həllər mənfi 3-dürsə, bu belə yazılır mötərizədə. Mənfi 3, 3. Aydın oldu. Bu da sizi çaşdırmasın. Bəzən testlərdə cavab bu şəkildə olur. Şagirdə biraz qəribə gəlir. Kökləri bu şəkildə də yazırlar. Burada belə problemli bir şey yoxdur. Sonra ikinci. Modul X bərabərdir mənfi 7. Sən bu tənliyi həll etmək istəyirsən. Modul X bərabərdir mənfi 7. Hansı ədəddə onun modulu mənfi 7-dir? Yerinə yazılır. Uşaqlar, ekranları bəyənin. Siz ekranları bəyənmirsiniz, bizim canlı düşür aşağı. Canlı düşür aşağısa mən məcburam canlı yayını bağlayayım da. Yəni 1 saat nə qədər vaxtım var, onu səmərəli istifadə edək də. Yəni ən azından kimsə nəsə yararlanır da bu canlıda. Modul X bərabərdir mənfi 7. Tənliyini biz həll etmək istəyirik. İndicə qeyd etdim. Dedim ki, modul mənfi ola bilməz. Mənfiyə bərabər ola bilmir. Ona görə də deyirik ki, bu tənliyin həlli yoxdur. Yəni, boş çoxluqdur. Aydın oldu. Sonra üçüncü, modul X bərabərdir 0 tənliyi. Bayaq qeyd etdik, modulu 0-a bərabər olan yeganə ədəd 0-dır. X bərabərdir 0. İndi bir pillə gedirik qabağa. Biraz çətinləşdirirəm. Çətin də demək olmaz. Yəni, formasını dəyişirəm. Ən bəsitlər buradandır. Yəni, modul tənlik şagirdə tədris edəndə sıfırdan bunlarla başlamaq lazımdır. Bunları öyrənəndən sonra keçirik növbəti. Uşaqlar, ekranları bəyənək də. Növbəti, bax, belə bir misal. Diqqət. Bir balaca formasını dəyişdirirəm. Necə? X üstəgəl 2 bərabərdir. Məsələn, 5. Gördünüz, biraz dəyişdim formasını. X plus 2 bərabərdir 5. Əgər boş X olsaydı, biz bir dəfə nə yazırdıq? Mənfi, bir dəfə də müsbət. Elə deyildi. Bir dəfə mənfi, bir dəfə müsbət. İndi bizdə modul X deyil də, X plus 2-dir. Ona uyğun yazırsan. Yazırsan ki, X üstəgəl 2 bir dəfə. Birinci nəyə bərabərdir? Mənfi 5-ə.
Bir dəfə də ikinci x üstəgəl 2 bərabərdir 5-ə. Yəni modul x bərabərdir 5 olanda necə yazırdın? Mənfi 5 müsbət 5 yazmırdın. İndi burada da həmən qaydadır. X deyir, x-in yerinə x plus 2-dir. Yazırsan x plus 2 bərabər bir dəfə mənfi 5, bir dəfə də 5. Bu artıq sadə bəsit bir tənlikdir. Sənin işin nədir? Bu tənliyi həll etmək. Buradan x nəyə bərabərdir? X bərabərdir mənfi 5 çıx 2. X bərabərdir mənfi 5 çıx 2 mənfi 7. Deməli, biz tapdıq ki, x bərabərdir mənfi 7. Növbəti bu tənliyi də həll etməlisən. X bərabərdir 5 çıxılsın 2. X bərabərdir 5 çıxılsın 2, 3. Deməli, tənliyin 2 kökü oldu. Mənfi 7, 3. Aydın oldu. İkinci, bax, belə bir tənlik. Olsun, bax, belə. 4x modulda bərabərdir. Tutaq ki, olsun 8. Modul 4x bərabərdir 8 tənliyini həll etsin. Bax, əsl buraxılış sualları da bunlar. Diqqətlə baxın, öyrənin bir dəfəlik canınız qurtarsın. Sizin də. Ekranları bəyənmirsə, ona görə canlı yayınımız qalxmır da. Modul 4x bərabərdir 8. Biz nə dedik? Salam. Dedik ki, modul daxili ifadəni bir dəfə mənfi, bir dəfə müsbət götürürük. Yəni, sənin işin nədir burada? X olanda x yazardın. İndi x deyil, x-in yerinə nədir səndə? 4x-dir. Yazırsan bir dəfə 4x bərabərdir neçəyə? 8-ə. Bir dəfə də 4x bərabər mənfi 8. Bəzən uşaqlarda belə bir fikir formalaşır ki, mənim sual verirlər də. Birinci mənfini yazaq ya müsbəti. Heç bir fərqi yoxdur ki, o nə dəyişilir? Məsələn, mən burada birinci mənfini, sonra müsbəti, indi burada müsbəti, sonra mənfini yazmışam. Yəni, onun heç bir fərqi yoxdur. Ha mənfini birinci yaz, ha mənfini sonra yaz. Nə dəyişiləcək? Ona görə bəzi vəsaitlərdə, nə bilim, bəziləri götürür, ancaq standart yazılır. Müsbət, mənfi və yaxud da digəri birinci mənfini, sonra müsbəti. Hər formada yazılır ki, yəni şagirdə belə bir fikir formalaşmasın da, həmişə birinci mənfini yazmaq, sonra müsbət, ya birinci müsbət, öz hər ikisini yazmışam. Neysə, bu böyük bir şey dedi. Buraxılışa belə düşmür axı. Yaxşı, 4x bərabərdir 8 deyilmi? X bərabərdir 2. X bərabərdir 2. Aydın oldu. Sonra 4x mənfi 8 ise x bərabərdir mənfi 8 bölünsündür. Bu da bizə verdi mənfi 2. 2 və mənfi 2 köklər. Aydın oldu. Bu da belə. Bu qədər asan olmur. Sən bu, neysə, sən Allah mənim qanımı qaratma, dərs keçirəm. Sən şagirdsən, müəllimlikdən xəbərin yoxdur, dərs metodikan yoxdur. Sənin hələ beynivə girmir ki, dərs izah olunanda sadədən mürəkkəbə gedir. Mənim dərsim modul tənlik dərsidir. Dərs izah olunanda sadədən mürəkkəbə gedir. Bu bir. İkincisi, get 9-cu sinif topluluğunu aç, arxasında keçən ilki buraxılış sualları var. Görün, orada necə asan adi primitiv hesablamalar belə var. Belə qıcıq verici sözlər yazma da. Mənə qıcıq vermirsən, mən özümə görə əsəbləşmirəm. Mən zaten bilirəm öz gücümü, öz işimi. Sən buradakıların fikrini yayındırırsan. Sənin kafanda bir 100 nəfər izləyirsə, məsələn 3-4 nəfər sənin düşüncəndə ola bilər də. İndi o birlər boş verər səni. Amma kimsə inanar sənə. Ki, belə düşmür, çıxıb gedəcək. Arxayınçılıq verərsən ona, fikrini yayındırarsan. Ya dinlə, ya lazım deyil də belə şeylər. Bu qədər asan düşmür. Bax, indi topluda sırf bundan bağlı misallar yazıram. Diqqət. 30. 30'da deyir ki 13 minus modul x 13 minus modul x bərabərdir 9. Tənliyinin kökləri hasilini tapın. Bax, belə bir tənlik. Deyir ki,
Sən getdin imtahana. İmtahana burada da uyğun gəldi. Sən getdin səssizə. -13 minus modul x bərabərdir 9 tənliyinin. Deyir ki, kökləri hasilini tapın. Biz burada nə edirik? Müxtəlif formada yaza bilərik. Aydındır ki, modul x bərabərdir 4-dür də. Elə deyilmi? Modul x 13-dən 9-u çıxırıq da. Bərabərdir 4. Tənliyinin kökləri hasilini deyir tapın. Modul x 4-dürsə, bir dəfə x1 bərabərdir -4. Bir dəfə də x2 bərabərdir 4. Elə deyil, bir dəfə mənfi, bir dəfə müsbət. Bizdə diqqətli olur uşaqlar, kökləri hasilini deyir tapın. Kökləri hasili. Yəni x1, x2. Bu da bərabər. -4 vurulsun 4, -16. Köklər cəmi soruşulsaydı 0 yaza bilərdiniz. Burada bunu çoxu bilir. Bəzən çox az olur, amma bu da olur da uşaqlar. Necə olur? Çox şagird bunu bilir də. Götürür cavabı 0 yazır. Bu o demək deyil. Onlar bunu bilmirlər. Sadəcə olaraq beynində var ki, köklər cəmini tap. Elə bilir ki, köklər cəmidir. Köklər cəmi olsa 0-dır. Çünki əksəriyyətlərin cəmi 0-a bərabərdir. Amma burada köklər hasili soruşulur. Elə misal var, orada köklər cəmi soruşulur, cavab olur 0. Aydın oldu. Yəni burada bir balaca diqqətli olmağınız yetər. 33 də həmçinin bax topluda bu formada sual. Modul x minus 2 bərabərdir 3 tənliyinin kökləri hasilini tapın. Bəli, imtahan vaxtları məlumdur da. Burada necə yazırıq? Modul x minus 2 bərabərdir 3 tənliyi. Bir dəfə mənfi, bir dəfə müsbət. Aydın oldu. Birinci, x minus 2 bərabərdir mənfi 3. X minus 2 bərabərdir mənfi 3. Sonra ikinci, x minus 2 bərabərdir 3. Buradan x-i tapsam, -3 plus 2 bizə verir necə? -1. Buradan da x-i tapsam, 3 plus 2, 5, x2-ni verər. x1 var, x2 var. Köklər hasili -1 vuraq, 5. Bu bizə verdi -5. Aydın oldu. Bu belə. Bəli, moduldan bərabər ola bilir deyə bilərik. Doğrudur. Uşaqlar, çox yaxın zamanda buraxılışla bağlı testlər, sınaq testləri hazırlayacağam. Buraxılış imtahanıyla bağlı, yəni buraxılış imtahanıyla bağlı sınaq testləri olacaq. Amma ola biraz ödənişli olacaq. Kim istəsə nömrə paylaşacağım, yazacaq orada, məlumatlandıracağam onu. Növbəti bax belə bir sual. Diqqətlə baxaq bura. Kök altda 25, bax 25, kök altda x kvadrat üstə gəl 2. Bax bu tənliyin deyir kökləri hasilini tapın. Kök altda x kvadrat bərabərdir 2 tənliyinin kökləri hasilini tapın. İndi ola bilsin ki, bəzi şagirdlər haqlı olaraq, həm də haqsız olaraq desinlər ki, bunun modula nə aidiyyatı? Axı bu irrasional tənlikdir. Bax bu tənliyin. Bunun kökləri hasilini tapaq. Buyuraq. Bu tənliyin kökləri hasilini deyir tapın. Tapaq da. Bax bu tənlik. İndi kimlərsə deyə bilər. Bu olur modulda x bərabərdir 2. Bax, buradan sənə əhsən deməliyəm də. Sadəcə əhsən, bəli. Çünki kök altı x kvadratdır, biz dəfələrlə demişik ki, cüt dərəcədən kök alanda nə edirik? Modul, əsas iş, modul. Kök altı x kvadratdan kök çıxır modul. Modul x bərabərdir 2. Modul x bərabərdir 2. Modul x 2, artıq bu tənliyi unut, bunu həll edə. Bir daha deyirəm. Sən bunu həll elədin.
Bundan kök çıxdı. Modul x bərabər 2. Da bunu unut da. Bunu da unut da. Bu bizim üçün önemli değil. Modul x 2 tənliyi indicə keçdiyimiz tənlikdir. Bir dəfə x1 bərabərdir mənfi 2. Bir dəfə də x2 bərabərdir 2. Aydın oldu. Bunun da kökləri hasili x1, x2 mənfi 4'dür. Aydın oldu belə. Yəni bunu nə bilim kvadrata yüksəltmək başqa usul ola bilər, heç kim demir ola bilməz. Amma ən sadə usul bax budur. Uşaqlar yenə deyirəm, yaxın zamanlarda mən buraxılış imtahanla bağlı riyaziyyatdan sınav testləri hazırlayacağam, paylaşacağam. Kimlər istəsə ödənişlidir, onu deyim öncədən. Nömrə paylaşacağım, nömrəyə yazarsınız istəyənlər. Belə böyük, fantastik ödənişlidir, çox cüzi ölçüdə görərsiniz. Növbəti bir misalımız. Növbəti misalımız qəşəng bir misaldır. Bir neçə dəfə nəinki buraxılışda, blok imtahanında təklif olunur. Bax, bu dediyim sual. Diqqətlə baxırıq bura. 24. 24'te deyir ki, modul x minus 3 üstə gəl 4 modul bərabərdir 8. Modulda modul x plus 3 üstə gəl 4 bərabərdir 8 tənliyini həll edin. Təşəkkür. Çətin sual gələcək axırda. Siz başa düşmürsünüzsə, mən burada bəzi şagirdlərə nə qədər deyəcəm ki, bu dərsdir, dərs. Dərs necə keçirilir? Dərs izah edəndə sadədən mürəkkəbə. Bu belə olmalıdır da. Çətin misal gəlsin, çətin misal. Başa düşürəndə sən aşıb daşırsan, nə bilim, gələrik, biraz səbirli ol. Çətin misal, çətin misal. Bax, bu tənlik. Bu, haradasa 2 qat moduldur da, belə deyək. Modulun içində modul. Biz baxmırıq, modulun içində nə verir, versin. Bizim öz qaydamız nədir? Qaydamız. Modul daxili ifadəni bir dəfə mənfiyə, bir dəfə müsbətə bərabərləşdirirsən, qutardı getdi. Sənin işin bax budur. Ona görə birinci sən yazırsan, modul x minus 3 üstə gəl 4 bərabərdir mənfi 8. Bir dəfə də modul x plus 3 üstə gəl 4 bərabərdir 8. Elə deyilmi? Bunu niyə yazıram? Çünki bu bir çox şagirdlərdə bir balaca qorxu yaradır. Niyə? Çünki modul qarışıq verilir də burada. Sən özünü qorxutmayı, bax, buradakı nədir? Tutaq ki, bu bir x olsaydı, modul x bərabər 8, sən bunu necə yazardın? Bir dəfə mənfi 8, bir dəfə müsbət 8. Həmən qaydadır da, x-in yerinə bax budur. Bir dəfə bu bərabərdir, mənfi 8. Artıq bunu unut, başla bunları yazmağa. Diqqət. Modul x minus 3 bərabərdir. Mənfi 8-dən 4 çıxacam. Elə deyil. Əlbəttə ki, elədir. Mənfi 8-dən 4 çıxsam, alırıq mənfi 12. Hə. Hücum çəkirik rəy yerinə. Daha ekran bəyənmirsiniz. Bəyənmirsiniz. Məncə bəyənmirsiniz. Eyb yox, canınız sağ olsun. Modul x minus 3 bərabərdir. Mənfi 12 tənliyini necə həll edirik? Bunu sizinlə birlikdə müzakirə edirəm ki, qoy yaxşı alınsın. Bax, bu tənliyi necə həll edirsiniz? Gəldi, çıxdı da bura. İndi bu tənliyi artıq bu ikisindən asılıdır. Bir haçalanır da. Bunu da həll etməlisən, bunu da. İndi bunu tapaq da biz. Bəli, boş çoxluq. Boş çoxluq. Bəlkə həlli var. Bilmək olmur ki. Hə? Mənim bir şagirdim vardı, bunu bir sinə demişdim. Biz belə qəribə dünya görüşü var. Çox belə qəribə uşaqdır. Deyir ki, ona deyəndə ki, bu tənliyin həlli yoxdur. Deyir, müəllim, olar bir sual verir. Deyirəm, buyur. Deyir, gələcəkdə ola bilər ki, bunların həlli olsun. Adamın biraz belə depressiyaya salan sual deyir. Gələcəkdə ola bilər ki, bunun həlli olsun. Deyirəm, valla, hələ ki, həlli yoxdur. Gələcəkdə bilmirəm, ona həyat göstərir. Çünki dünya getdikcə kəlləməyə Allah gedir. Bilmək olmaz da. Hələ ki, həlli yoxdur. Modul mənfi olamaz, türklər demişkən. Boş çoxluq, bunun həlli yoxdur. Bunu qoydum bir qırağa. Bu getdi. Aydın oldu.
Sonra gəlir bax bu. Modul x minus 3 bərabərdir. 8-dən 4 çıxıram, alıram 4. Bir dəfə x minus 3 mənfi 4'dür. Bir dəfə də x minus 3 4'ə bərabərdir. X bərabərdir. Mənfi 4 plus 3 mənfi 1. Bir dəfə də x bərabərdir. 4 plus 3 7. Bu x1 köküdür. Bu da x2 kökü. Qurtardı. Onda belə deyək ki, hal-hazırda həlli yoxdur, hardasa. Mənfi 1, 7. Bu tənliyin kökləri olur mənfi 1 ilə 7. Bu da belə getdi. Bu belə. Uşaqlar, canlı yayını axıra qədər qalın və. Çətin misallara qədər gəlib çıxar. Yəni, bu canlı yayını mən söz verirəm. Axıra qədər, mən bunu YouTube'da da yerləşdirəcəm, ola bilsin. Bu canlı yayını izləyən şagird, mən 100% əminəm. 100%. Yəni, özünü itirməsə, həm blokda, həm buraxılışda modul təlinliklə bağlı istənilən bir misalı həll edə bilər. Da insafla da həll edə bilməsə icazə verirəm. Amma insafla, vicdanla, yalandan yox. Gəlib mən paylaşımın altında yazsın ki, müəllim, mən sizə inandım, gedib yaza bilmədim. Amma inanmıram. Sıfırdan izah edirəm ta çətinliyə qədər. Buraxılışda da, blokda da, modul təlinliklə bağlı bir problemi qalmayacaq. İndi daha özünü itirməsə, həyəcan falan, nə bilim, olur da o daha mənlik deyil axı. Növbəti belə bir misal. 7. Modul x plus 3 bölünsün 2 minus 1 markerə qənaət bərabərsə 3. Tənliyinin kökləri cəmini deyir tapın. Tənliyinin kökləri cəmini tapın. Təşəkkür. Modul x plus 3 bölü 2 minus 1 modulda da bərabərdir 3. Yenə də mən hər formada yazıram. Sizi düşünərək. Niyə sizi düşünərək? Çünki imtahanda, ya blokda, ya buraxılışda. O misallar biraz eybəcər formada da düşə bilir. Hər formada yazanda şagird üçün elə də problem olmur. Bax, bunu həll etmək istəyirsən. İlk baxışdan sənə qorxulu gələ bilər. Bu səni qorxuda bilər. Çünki çox zaman təcrübələr göstərir ki, şagirdlər bir balaca kəsirlərdə qaçırlar. Amma sən qaydanda qal, heç bir qüvvə sənin düşüncəvi dəyişməsin. Sən qaydanda qal. Qayda nədir? Modul 3-dürsə, modul daxili bir dəfə mənfi, bir dəfə müsbət. Bu sənin standart qaydandır. Bundan razılaşmısan. 1. X plus 3 böl 2 minus 1. Bir dəfə bu mənfi 3-ə bərabərdir. Gəlin bunu həll edək. Sonra o birini də yazalım. Bir dəfə də 3. Bunu da həll etmək sənin üçün qeyri-adi deyil ki. Bu x plus 3'ü tapıram buradan. Böl 2'ni. Bərabərdir. Mənfi 3 üstə gərək 1 bizə verdi mənfi 2. Bunu tapdım da. Mənfi 3 plus 1 mənfi 2. Buradan da x plus 3 bərabərdir mənfi 4. X oldu mənfi 7. Bu x1'i tapdım. Bu bunun bir kökü. Növbəti kökün. İkinci. X plus 3 böl 2 minus 1 bərabərdir 3. Bir dəfə də müsbətlə. Bir dəfə mənfi, bir dəfə müsbət. Buradan x plus 3 böl 2 bərabərdir necə? 3 plus 1 4. X plus 3 2 4'ün 8'dir. X bərabərdir 5. X2 kökü. Tənliyin bizdən köklər hasili soruşulurdu. Buradan da alıram ki x1 x2 bərabərdir. Mənfi 7 vurulsun 5. Mənfi 35. Uşaqlar, yenə sizə deyirəm, əziz və dəyərli şagirdlər, imtahanda mən sizə dəfələrlə demişəm, indi də deyirəm, hər dəfədə deyəcəm ki, sizə dəstək olmaq şərəfinə, məqsədi ilə. Bu adi həyatda da belədir. Bir misalın sizə imtahanda düşəndə həyəcan vermək normaldır. Bunu bir dəfəli yadında saxladı. Çünki şagirdlərin çoxunun problemi budur ki, misal mənə həyəcan verməməlidir. Vallah deyirəm, testi mənim də qabağıma qoyanda mən də birinci dəfə həyəcanlanıram. Bu normaldır da. Bu həyəcanı sən özündən necə itirə bilərsən? O bəzən o dırnaq arası psixoloqlar, nə bilim, digərləri var da.
Sən niyə həyəcanlanmalısan? Bilirsən də, elə ən çox həyəcanlananlar bilənlərdir. Bunu da bir dəfəlik yadda saxlayın. Çünki adamın əziyyəti var, o birisi var. Baxmadan insan həyəcanlanır. Həyəcanın olmağı normaldır. Hə nə vaxt həyəcan problemdir? Bu həyəcan artıq aşırı dərəcədədir. Bir də müddəti çoxdur. Bu həyəcan baxdın testdə, məsələn, birinci dəfə getdin, imtahana girsən də, buraxılış imtahanına, ya blok imtahanına, tutaq ki, həyəcanlanırsan da, bu normaldır. Ta imtahan kitabçasına qədər açdın, baxdın biraz, yavaş-yavaş həyəcan keçməlidir. Yox, bu yenə davamlı qalır, hə, o biraz problemdir. Yoxsa ki, mənə uşaqlar sinədilər, mən neyimə həyəcanlanmıyım, deyirəm, heç nə, belə şey yoxdur. Ay, nə bilim, filan dərman iç, filan, nə bilim, bunlar sakitdir, boş şeylərdir. Ümumiyyətlə, bütün dünyada nə qədər dərmanlar var, hamısı ziyandır. O ki, qala həyəcanı öldürmək üçün, nə bilim, nə lazım deyil belə şeylər. Bunlar boş şeylərdir. Bir dəfəlik həyəcanın insana aid olan bir hiss olduğunu qəbul edərsən. Aydın oldu dediyim. Bu da belə. Nə bilim, işləyək də. Dur, çıx çölə. Zarafat deyirəm səndən. Ona görə həyəcan insana aid olan bir xüsusiyyətdir. Bu isə nəyə oxşayır? Mən neyinimə acmayayım, mən neyinimə yatmayayım. Belə bir şey yoxdur. Bu sənə xas olan bir xüsusiyyətdir. Həyəcan canlıda, bütün canlılarda var. İnsanda da var, heyvanda da var. Bu nə vaxt pis olur? Bu həmişə olur və aşırı dərəcədə olur, davamlı olur. Bu biraz problemdir. Mən necə edim, həyəcanlanmıyorum, heç nə. Boş bir şey. Gözləmə onu. Nəysə, bunu da yazdıq, keçirik növbəti. Növbəti bir misalımız. Görək, nə var burada? Bax, sizin üçün o deyir, ekskluzivdir, ekskluzivdir, hansındandır? 13. X kvadrat çıx 5 modul x üstə gəl 6 bərabərdir 0 tənliyinin ən kiçik kökünü tapın. Fikir vermişəm, bir balaca belə danışırsan, məlumatlandırırsan ki, belə eləmək lazımdır, yəni ağıllı sözlər. Danışan kimi canlı düşür aşağı. Hamı bilmirəm, misal lazımdır. Uşaqlar, yenə deyirəm, siz bir dəfəli anlamalısınız ki, imtahan təkcə bunu bilməklə bitmir. Sənin psixologiyan da yerində olmalıdır. İmtahanı bölmək, vaxtı bölmək, bunlar hamısı şərtdir. Sən bir dəfəli kafanda saxla ki, təkcə bu deyil. Sən bunu bilməyin, hələ o demək deyil, sən imtahanda gedib bunu yazarsın. Məsələn, sizə bir söz deyim də, bir də görsən səhərçağı, nə bilim, biri ilə üz-üzə gəldin, sənə elə bir söz dedi ki, həyəcanlandın, yəni ruhdan düşdün. Halbuki bilirsən. Yəni, imtahan təkcə bilməklə keçmir. Bilməklə keçsəydi nə yaxşı, nə xoş. Düşürsən orada bir oxumayanın yanına, bir də görsən ki, imtahanda gözləmə vardı, imtahan binasının həyətində. Başlayır, çətin olacaq, deyirlər, belə olacaq, elə olacaq, nə bilim, nə. Həyəcanlanırsan sən. Amma sənin psixologiyan yerində olsa deyərsən ki, danış da, nə qədər istəyirsən danış. X kvadrat minus 5 modul x üstə gəl 6 bərabərdir 0 tənliyinin kiçik kökünü tap. Bu çox məşhur sualdır. İllərin sualıdır uşaqlar. Bu sual 2 usulla yazılır. Amma diqqətlə bura baxın. Mən bunu sizə elə bəsit, elə primitiv şəkildə deyəcəm ki, özünüz də görərsiniz. Diqqət. Bax, bu misalı görsünüz, çoxuna tanışdır. Bunun 2 usulla həlli var. Amma ən rahatını deyirəm, diqqət. Qollarımıza çırmalıyıq, keçirik bunun həllinə. Bax, bunu belə yazırlar da, bir dəfə mənfi, bir dəfə müsbət yazırlar. Mən bir söz demirəm. Çünki moduldur da, harada modul görəndə belə bir qayda var. Bir dəfə mənfi, bir dəfə müsbət. Ən gözəli nədir? Uşaqlar, x kvadrat cütdə axı bura. X kvadrat həm də modul x-in kvadratıdır. 5 modul x üstə gəl 6 bərabərdir 0. İxtiyarımız çatır da.
modul x üstü cüt ədəd, elə x üstü cüt ədəd. Bunlar bir-birinə bərabərdir. Yəni ki, x kvadratın yerinə sən modul x kvadrat yaza bilərsən, heç belə uf da demə. Yəni, ixtiyarın çatır yazmağa. Ondan sonra elə bil ki, bu modul x-ə görə təlinlikdir. Ya istəyirsən t de, heç t deməyə ehtiyac yoxdur, şifayı görünür. Amma istəyirsən deyək də. Modul x bərabərdir t. Olacaq t kvadrat minus 5t plus 6 bərabərdir 0. Şifayı buradan t1, t2 tapılır da sənin buraxılış vaz qalıb. Sən kökləri şifayı tapmağı bilməlisən. Bunu da bilməsən nə oldu? Yeddiyarım. Ya da götür kvadrat tənlik usulu ilə, diskriminant usulu ilə həll edə. Köklər cəmi 5 hasili 6. Hansı iki ədəddir? 2 və 3-dür. Cəmi 5-dir, hasılı 6. Elə deyilmi? Əlbəttə ki, elədir. Nə edirik burada? 1. Modul x bərabərdir 2. Sonra ikinci modul x bərabərdir 3. Bunu həll edirik. Əslində heç buna ehtiyac da yoxdur. Şifayı modul x-ə görə kvadrat tənliyidir. Bu eybi yox. Buradan bir dəfə 2 nə deməkdir? Modul x 2. Bir dəfə x1 bərabər 2. Bir dəfə də mənfi 2. Burada da x3, x4 deyək də. Bir dəfə mənfi 3, bir dəfə də 3. Gördünüz? Bunu necə belə deyək də xırdaladım sizin üçün. Ən qəşəng usuldur bu. Bunun bundan o tərəfə asan usulu yoxdur. 100% sizə deyil, amma ən rahat yolu budur. X kvadrat. Modul x-in kvadratını qutardı, hazırdır. Köklərini tapdın, qəşəng belə səpələdim burada. Burada nə soruşur bizdən? Deyir, bunun ən kiçik kökünü tapın. Ən kiçik kök. Bu köklərin içində ən kiçik kök hansıdır? Əlbəttə ki, mənfi 3. Aydın oldu. Bu köklərin içində ən kiçiyi mənfi 3'dür. Bu da oldu belə. Orada mənfi 2, mənfi 3 deyil. Yox, köklər cəmi 5 olmalıdır. Fikrim çatdı. Bu belə. Cavab ən kiçik kökünü soruşurdu, mənfi 3. Diqqət, sizə bir işlədirəm uşaqlar, xahiş edirəm, bir dəqiq qulaq asın bura. Bu da bir test sualdır. Elə bunun içində yeri gəlmişkən deyirəm. Diqqət, mənfi 5 olmalıdır. Harada mənfi 5 olmalıdır? Köklər cəmi əks işarə ilə götürülmüş ikinci hədd əmsaldır. Köklər cəmi əks işarə ilə götürülmüş. Buradakının əksi olur, əksi. Köklər cəmi 5 hasılı 6. Hansı iki ədədir? Toplayanda 5, vuranda 6. 2, 3'dür də. Toplayanda 5 idi, vuranda da 6. Diqqətli ol. Bunu qoyduq bir qırağa. Bax, bu formada, yadıma düşdü, eyb yox. Uşaqlar, bütün diqqətlər mənə. Bu formada məşhur bir test var. O da sizə lazım olacaq. Onu da sizə bəri başdan deyirəm. Öyrənin, canınızı qurtarın. Həm blokda düşə bilər, həm də buraxılışda. Bunun həllini bildiniz. Mən sizə bunu öyrətdim. Gördünüz. Qəşəng. Bundan yəni ideal usul yoxdur. İndi özümü tərifləmirəm. Amma bu həqiqətən yaxşı usuldur. Bu formada tənliklərdə bir sualda təklif olunur. O sual da bundan ibarətdir. Tənliyin kökləri cəmini tapın. Bax, bunu görürsünüz. Bu formada tənliyi verir sizə. Deyir ki, bu tənliyin kökləri cəmini tapın. Görürsünüz də bu tənliyin kökləri əks ədədlərdir. Görə bilirsiniz. Göstərdik də burada. Bunların cəmi nə olacaq? 0. Bunların cəmi 0'dır. Bunu göstərdim də. Yəni, sən bundan sonra yadda saxla. Bu formada tənliyi gördünüz. Məsələn, x kvadrat minus filan ədəd modul x plus filan ədəd 0. Tənliyinin kökləri cəmini tapın. Bil ki, cavab 0'dır. Bunu da yadda saxla ki, bu şəkildə tənliyin kökləri əks ədədlərdir. Bir cüt əks ədədlərdir. 2, 2. Və onların da cəmi həmişə 0'dır. Aydın oldu. Bax, belə bir qəşəng sual. Bunun içində nə qədər biliksə çatdırdım. Daha bu şəkildə tənliklərin həllini öyrənin, bax belə. Başqa usul da var. Nədir o usul? Modul x bir dəfə mənfi, bir dəfə müsbət də götürmək olar. O da səhv deyil, əla da usuldur. Yazmaq olar. Aydın oldu. Təşəkkür. Bu da belə. Uşaqlar, mən SMS-lərə biraz baxa bilmirəm. Həm SMS-lər çox gedir bu mesajlar.
həm də üzürlü sayında mən o rəyləri oxusam bir-bir mənim fikrim yayınır. Çünki görürsünüz, mən harasa baxıb, hardansa yazmıram. Mən beynimdə proqramlandırıram, bunu deyirəm, sonra hansı daha yaxşı təhlil, sonra növbəti. Mən proqramlaşdırmışam da sadədən mürəkkəbə. İndi hərdən baxıram rəylərə, yenə də üzürlü sayında. Nə bilim, salam yazanlar, nə bilim, xoş söz yazanlar, hər birinə dərin təşəkkür. Bəli, düz imtahana qədər və həmişə də olub, nəzər sənin qarşına. Bunun səbəbi bilirsən kimlərdir? Bu ekranı bəyənməyənlər. Onlar bəyənsin ki, sənin də qarşıma kəşfətdə düşsün. Yaxşı, indi sən qarşıma çıxıb sən bəyən də. Sən bəyən. Da neyini? Diqqət. Baxırıq bura. 40 nömrəli misal. Kök altda x minus 2-nin kvadratı bərabərdir x minus 2. Bəli, olur. Axşam da olur, gündüz. Ona görə səhifəyə bir dənə takib at ki, mən canlıda olanda sənə bildiriş gəlsin. Bax, bu təhlil kök altda x minus 2-nin kvadratı bərabərdir x minus 2 və sənə deyir ki, bu təhlili həll elə. Sən də burada özünü qorxutmursan. Sənə bir balaca həyəcan gələ bilər. Bu normaldır. Həyəcan gəlməyi normaldır. Gəldi, keçdikdə də nə qədər o həyəcanı tutub saxlayarsan. Denən ki, gəldin, ay həyəcandır, çıx get, indi mən bunu həll etməliyəm. Bu sənə belə qəribə gələ bilər. Baxarsan ki, burada neyim, kvadrata yüksəldim, nə bilim, nə xeyr. Cüt dərəcədir axı. Bu cüt dərəcədə sən neymirsən? Kök alırsan, amma kök alanda modul. Bunu yazırsan, modul x minus 2 bərabərdir x minus 2. Gördünüz? Bundan kök çıxır. Modul x minus 2 bərabərdir modul x minus 2. Qutardı. Artıq bu fənnilikdən çıxdı, getdi. Sən bunu unut, bunu yaz. Bunu görə bilirsən. Bunu da uşaqlar yazır, bir dəfə mənfi, bir dəfə. Vallahi ehtiyac yoxdur. Xəcalət verir salama. Vallahi ehtiyac yoxdur. Nə edirsən onu? Sənə lazımdır. Vallahi mənə də lazımdır. Baxıb görürsən ki, burada bu ədədin modulu özünə bərabərdir. Mən bunun içində bunu da sənə deyirəm. Ola bilər sənə imtahanda bu yox. Belə düşsün. Gedəsən imtahana, sənə düşsün bax bu. Eyni şeydir. Mən bunun içində həm bunu öyrədirəm, həm də sənə bunu çatdırıram. Burada məntiqi mühakimə ilə işte hansı ədədin modulu özünə bərabərdir? Bax, hansı ədəddəki modulu özüdür? Bir müsbət ədədin moduludur. Bir də sıfırın. Bunu bilməlisən də. Bu sənə hansı informasiyanı verir, o məlumatı? Düşünməlisən də. O bizim nazirimizin bir sözü var. Deyir, uşaqların bilməli düzdür, səhvdir, bilmirəm. Ola da bilər, amma çox şeylərdə həqiqətdir. Ki, uşaqlarda oxuyub anlama, yəni biraz zəifdir. Bunu qavramaq lazımdır da. Bu sənə hansı informasiyanı verir? Bu sənə o informasiyanı verir ki, bunun modulu özünə bərabərdir. Hansı ədədin modulu özünə bərabərdir? Bir müsbətin, bir də sıfırın. Demək ki, bu x minus 2 müsbətdir, yəni sıfırdan böyükdür. Bir də bərabərdir, sıfıra bərabərdir. Qutardı. Bu da bərabərsizlikdir. X böyükdür, bərabərdir 2. 2 də daxil 2-dən cənnətə. Üzü müsbət sonsuzluğa. Aydın oldu. Bax, bu dərsdə ən çox verilən suallardan biri budur. İndi mən o sualı sizə verirəm, onun cavabını siz verirsiniz. Diqqət. Bax, belə bir tənlik verilir. Deyir ki, bu tənliyin ən kiçik kökünü tap. Bu tənliyin ən kiçik kökünü sən tap. Qısa yazdığımda bura ək kökü, yəni ən kiçik kökü, əncə kökü. Bu tənliyin ən kiçik kökünü deyir tapın. Uşaqlar, ekranları qəti bəyənməyin. Birdən çaşıb ekranları bəyənərsiniz. Bizim canlı qalxacaq, düşəcək kəşfətə, daha çox izləyici qarşısına çıxacaq, daha çox insanlar bəyənəcək, faydalanacaq, ona görə bəyənməyin. Nə isə lazımdır. O elə o 49 qurusun qalsın orada, bəli. Bunun ən kiçik kökü neçədir? 2-dir. Aydın oldu. Bunu bax, fikir versiniz, bir sualın içində
İlahi elə qovuşdurdu ki, 3 biliş sizə çatdırdım. 3 dənə fərqli testdir. Bax, bunun özü bir testdir, öyrəndin. Bu olmur, bunun özü bir testdir, öyrəndin. Bunun da özü bir testdir, tənliyinin kiçik kökünü tapın. Bax, bir sualın içində 3 dənə sual. Bundan gözəl nə ola bilər? Müəllim, hə, nədir mı? Əlin deyəsən dəyib klaviatura, mı 3 dəfə, 4 dəfə gedib. Eşidirəm, buyur. Trigonometriyadan sual verin. Dərsimiz modul tənlikdir. Trigonometriya olanda düzbucaqlı deyin də zəhmət olmasa. Düzbucaqlı. Düzbucaqlı. Yaxşı deyirəm. Dərsimiz modul tənlikdir, əzizim. Modul tənlik. Biraz səbirli ol. Növbəti. Otuz beş. Müəllim xarizmadır. Zarlar elə. Onsuz da mənim görünüşümə çox lağ eləyir. Sən də onlardan biri. Lağ eləmirlər. Demək 35. 35-də belə bir sual. Bax 3. Modul x bölünsün x. Minus x bərabərdir 2. Minus x bərabərdir 2. Tənliyini deyir, həll edin. Həmişə belə inşallah. Sən mənə Allahdan sağlıq istə, can sağlığı istə, əsas. Mən inşallah nə qədər nəfəsim gedib gəlir, bacardığım qədər şagirdlərə dəstək olacağım. Sən mənə deyəcək Allahdan sağlıqlı ömür istə, canım sağ olsun, ayaq üstə dura bilim, nəfəs gedib gəlsin, qalanlıq düzələr. Təşəkkür, minnətdaram, çoxlu. Belə. Bax bu, 3 modul x bölünsün, x minus x bərabərdir 2. Bir balaca. Amin. Riyaziyyatlı dili ilə desək A 2000. Ya amin. 1000 bəsdir ya 2000. 2000, 3000. 3 modul x bölünsün x minus 2 bərabərdir. 2 deyir, tənliyini həll edin. Baxın. Burada. Buyuraq mı? Mənfi 1 ö dəmir dümür. Ay dəmir dümür. Ödəmir dümür. Nəyə ödəmir dümür? Hələ biz bunu tapmışıq ki, Allah sənə insaf versin. Biz bunu tapaq sonra da elə heç nə yoxdur ortada. Deyirsən ki, bir səbirli ol əzizim. Biraz səbirli ol. Biz burada nə etdik? 3 modul x minus x. Minus x bərabərdir 2. Tənliyini deyir, həll edin. Uşaqlar, burada 2 hala baxarıq da. Elə deyil. Biz burada 2 hala baxarıq. Da 0 halına baxmırıq. X 0 ola bilməz, məxrəcdir. Nə olacaq? 1, x böyükdür 0, bir də x kiçikdir 0. Qutardı. Əslində modul tənliklərdə biz 3 hala baxardıq da, bir də 0 halı var. Amma burada, qardaş, 0 ola bilməz də, riyaziyyata ən böyük hörmətsizlikdir. Məxrəcdə 0-ın nə işi var? 0-ı qoyduq bir qırağa. X müsbət, x mənfi. 2 hala baxırıq və başlayırıq həll etməyə. Diqqət. X böyükdür 0 halı üçün. X müsbət olanda modul x nəyə bərabərdir? X-ə bərabərdir də. Bu modul x, x-ə bərabərdir. Burada yazır da birbaşa yazıram geçsin də. X müsbət olanda modulun tərifinə görə modul x, x-ə bərabərdir. Əgər x-ə bərabərdirsə, x-in x-ə nisbəti 1-dir də. 3 minus x bərabərdir 2. Buradan da x 1-ə bərabərdir. X 1 kökü. Diqqət. Dərhal yerindən sürət götürüb yazma, bir kökdə 1-dir. Bu moduldur, ha. Burada yerinə yazıb yoxlamalısan. Ya da heç yerinə yazma. Bu şərti ödəyirsə bəs edir. 1 bu şərti ödəyir də 0-dan böyükdür. Deməli bir kökdür. Bu getdi. Növbəti işimiz. Növbəti işimiz nədir?
X mənfi olan halı. X mənfi olanda modul X mənfi X-ə bərabərdir. Mənfi X-in X-ə nisbəti mənfi 1-dir. Oldu mənfi 3. Mənfi 3 minus X bərabərdir 2. Buradan da X mənfi 5-dir də inşallah. Elə deyilmi? Mənfi 5-dir. X 2 kökü. Yerinə qoy, bax görürsünüz X 0-dan kiçikdir. Bunu da ödəyir. Deməli, kök oldu. Mənfi 5 və 1. Aydın oldu. Bu şəkildə tənişlərdə yenə modulu bir dəfə mənfi, bir dəfə müsbət. Ya istəyirsən tapdığın qiyməti apar yerinə yaz, yoxla. Bəziləri yerinə yazır, yoxlayır. Olar. Ya da istəyirsən bu şərti ödəsin. Hansı şərtə görə baxırsansa, o şərti ödəməlidir. Bu nisbidir. Yəni hökm etmək olmur, həmişə belə getməlisən. Ya istəyirsən tənişdə yerinə yaz, ya şərtlə. O misala görə dəyişilir uşaqlar. Elə tənliklər var ki, onların təyin olması çox çətindir. Elə orada ən yaxşı usul deməyək də, yəni qayda aparıb yerinə yazmaqdır. Bəzən hökm edirlər ki, onu yox, apar nə bilim bu şərtdə yerinə. Elə tənliklər var ki, onların elə bir əndərabadi təyin oblastı var ki, o təyin oblastının tapılması tənliyin özündən baha başa gəlir. Orada ən yaxşı usul aparıb yerinə yazmaq daha məsləhətdir. Bunu da sizə çatdırdım. Bu da belə. Bizim ekran bəyəni 60 minə yaxındır. Hə, qəşəng. 100 mini, bugün 100 mindən canlını bağlayaq da. Neçə vaxtdır bu canlı yayın 100 minə gəlib çatmır. Hə. Uşaqlar, sizə yenə deyirəm, bax, siz o TikTokda, ümumiyyətlə digər yerlərdə, nə bilim, o dırnaq arası təhsil ekspertləri var, doğuludur, əməlli başlı. Onların çoxuna inanmayın. Ümumiyyətlə, imtahan barədə kim dəqiq nəsə deyirsə, onlara inanmayın. Hamısı yalan deyirlər, ya bildiklər. İmtahan asan olacaq, imtahan çətin olacaq. İmtahanın asan, çətin olduğunu, buraxılış olsun, blok olsun, imtahan qutarandan sonra bilmək olur. Yəni, illərdir biz bunu görə bilirik də, bilmək olmur. Yəni, qabaq bir dənə imtahan idi, biraz adam nəsə fikir. İndi zona imtahanıdır, özdə ki, aləm dəyir bir-birinə. Bir zonada asan olur, bir zonada çətin olur, sonra o asan zonanın nəticəsinə görə çətin zonanı mühakimə edirlər ki, sizin nəticəniz niyə belədir, filan zonada deyə də bilmirsən ki, deyə də bilirsən, olsa qəbul eləmirlər. 19 apreldə olacaq məzun imtahanı. Necə olacaq sizcə imtahan bitəndən sonra dərhal deyəcəm sənə. Mən bir saatdır burada deyirəm ki, imtahan haqqında heç kim nəsə deyə bilmir. Onların heç birisinə inanmayın. İmtahan çətin olacaq, asan olacaq. Heç nə deyə bilmirəm. Mən imtahan haqqında o vaxt deyirəm ki, imtahan bitəndən sonra. İmtahan bitir. Deyirəm ki, imtahan asandır ya çətindir. Bu belə. Növbəti. Müəllim, ədədlə kəsr arasında hansı işarə dayanır? Öz sualını özün başa düşürsən, ya salamatçılıqdır, ya təzə öyrənmirsən, məni yoxlayırsan. 80. Baxırıq bura. Modul 4 minus 5x bərabərdir. Modul 8 minus x. Diqqət. Salam, təşəkkür. Bax, bu formada suallar uşaqlar çox təklif olunan suallardan biridir. Belə dəhşətli şəkildə. Həm buraxılışda, həm blokda. Ümumiyyətlə, modul tənliyi canlıdır da bu sual. Bunu hərdən sosial şəbəkələrdə görürəm. Bu gözəl araşdırmağa layiq olan bir misaldır. Elə iyrənc praktik usulla deyirlər. Praktik usul mən də istifadə edirəm, amma praktik usula kimsə nə. Amma elə misallar var ki, onları praktik usulla həll edəndə o misalı təhqir eləmiş olursun. Modul 4 minus 5x bərabərdir, modul 8 minus x-dir. Bunu deyir, həll edək. Dərslərinizin aylıq qiyməti neçədir? Görürsən, bir vaxtda burada bazar açdı. Müəllim, nə bilirsiniz? Buraxılışda
təklif sürürlər. Buraxılışda məncə Galenwagen sürürlər. Bu nə bu nə yazmaqdır? Mən valla doğrudan başa düşmürəm. Buraxılışda təklif sürürlər. Təklif mexanika təklif ya avtomat təklif hansını sürürlər? Buraxılışda təklif sürürlər. Buraxılışda təklif sürürlər nədir? Baxırıq bura. Bax, bu şəkildə tənliklər çox rast gəlinən tənliklərdən biridir. Hətta onu orada 10 dəfə, 20 dəfə deyə bilərdim, kaş. Bunun mahiyyətini deyim, sonra bir balaca öyrənib yadda saxlayarıq bunu. Sən özün məntiqlə fikirləş. Ayrı-ayrıda sıfıra bərabərlik. Elə şey yoxdur. İki modul bərabərdir. Özün fikirləş. 2 dənə modul bərabərdir. Orada hansı şərt ödəməlidir? Və yaxud da ki, hansı 2 ədədin modulu bir-birinə bərabərdir? Modulları. Ya onlar özləri bir-birinə bərabərdir, ya da bir digərinin əksi. Bax, 2 dənə modul ya bərabərdirsə, ya belədir, ya da belədir də. Nə bilim, bunlardır da. 2 modul bir-birinə bərabərdirsə. Lap da sənin üçün göstərdim. 2 modul bir-birinə bərabərdirsə, ya onlar bərabərdir, bu bir haldır, bir-birinə bərabərdir. Elə deyilmi? Görürsünüz. Ya da bir digərinin əksinə bərabərdir. Ona görə 2 modul bir-birinə bərabər gördün, ya onları bərabərləşdir, ya da birinin digərinin əksinə bərabər götür. Bəzən bunu kvadrata da yüksəldirlər. Sizə bir söz deyim uşaqlar, indi bunu həll edirik. Bəzən bunu götürüb kvadrata yüksəldirlər hər tərəfi. Olar, icazə var, çünki eyni işarəlidir. Amma burada bu effekt vermir, kvadrata yüksəltmək bir balaca. O hansında effekt verir? Bərabərsizlikdə. Amma səhv deyil, usuldur, problem deyil. Amma kvadrata yüksəltmək effekt verir bərabərsizlikdə, bərabərsizlik. Baxaq bura. Dedik ki, daha bunu ümumiləşdirdik. Mən sizə bunu göstərdim əyani şəkildə. Yadda saxlayırıq. 2 modul bərabərdirsə, onlar ya bir-birinə bərabərdir, ya da bir digərinin əksidir. 4 minus 5x. Bunun əksi nədir? Minusun əksi yerlər dəyişir də. X minus 8. Bəzi uşaqlar götürüb bir dəfədə mənfiyə bərabərləşdirirlər. Ehtiyac yoxdur mənfiləri. Elə bir-birinə bərabər demək elə eynidir. Bu sadə tənlikləri həll edirik. Mənfi 5x üstə gəl x. Çünki bu x keçdi bu tərəfə. 8 minus 4. Mənfi 4x bərabərdir. 4x oldu mənfi 1. X-i tapdıq mənfi 1. Bu x bir kökü. Sonra bunu həll edirəm. Mənfi 5x çıx x bərabərdir. Mənfi 8 çıx 4. Mənfi 6x bərabərdir. Mənfi 12. X oldu 2. Bu da x2 kökü. Burada yerini yazıb yoxlamağa ehtiyac yoxdur. İkisi də doğrudur. Mənfi 1 və 2 tənliyin köküdür. Aydın oldu. Bir daha deyirəm, çox istifadə olunur, sizdən beyninizdə qalsın. 2 modul bərabər olanda ya bir dəfə bir-birinə bərabər, bir dəfə də bir digərinin əksi. Kvadrata da yüksəltmək olar. Bu da səmərəli deyil. Əgər bərabərsizlik olsaydı, kvadrata yüksəltmək hardasa məqsədə uyğun, hardasa o. Amma burada demirəm, amma səhvdir. Olar, problem deyil. Yenə məsləhət sənindir də. Məzunların imtahanı hardasa adi imtahandan biraz sadə olur, bir balaca. Onu hardasa, o da dəqiq deyil ha, yəni mənə ümid olma. Hardasa. Amma yenə dəqiq bilmək olmur. Səksən dörd. 84'də nə deyir? Deyir ki, x kvadrat üstə gəl 2x minus 3 vurulsun x plus 1
üstəgəl 3 bərabərdir 0. Tənliyini, kökləri cəmini deyir tam. Vektor hasili izah edin. Bu saat. Bu saat. Səbirli ol. Modulun açılışı intervallar usuluna toxunsaz, o qəşəng bir bilikdir. Təşəkkür. Amma burada buraxılış blokda ona toxunmur, ona görə. Amma YouTube kanalında var. Çox gözəl də bir üsuldur. Ayırırsan onu hər bir intervala görə, o intervala görə həll edib, sonra intervalla kəsişdirirsən. Onun bərabərsliyə də tətbiqi var. Burada da bayaqları toxunduq, amma intervalla götürülür, şifahi parça ilə götürülür. Amma yaxşı bir metoddur. Bax, bu tənlik. X kvadrat plus 2x minus 3 vurulsun. Modul x plus 1 plus 3 bərabərdir 0. İnşallah, diqqət. Diqqət. Demək, biz nə edirik? Bax, bu tənlikdə. Ümumiyyətlə, bu formada tənlikdə modul tənliklərdir. Mən sizə demişəm, modul tənlik deyil, buna sırf modul tənlik deyə bilmərik. Amma yəni, modul varsa, şablon üsul budur. Modulu bir dəfə mənfi, bir dəfə müsbət. Bir daha deyirəm, şablon üsul budur. Şablon yəni çox istifadə olunanda, yəqin ki. Şablon üsul budur. Bir dəfə mənfi, bir dəfə müsbət. Amma ki, sən özündən də bir yanaşmalar etməlisən. Daha yeni bir üsul. Yeni demir, yəni başqa bir yanaşma. İnşallah bunu bildik. Bunu müsbət mənfi götürüb həll edib kəsişdirərsən falan ehtiyac yoxdur. Bunun başqa bir yanaşma. Diqqət. Öyrən bunu bir dəfəlik. Topluda belə suallar çoxdur. Və son zamanlar daha çox yer verilir bu suallara. Nədir məsələ? Məsələ budur. Diqqət. Görürsən də burada x plus 1 var. Yəni bir beynimizi işlədək. Mən də sizdən bərabər. X plus 1 var. Bax, bu x plus 1'i görə bilirsən. Burada x plus 1 var. Burada da nəsə x plus 1'in kvadratı gizlənib də. X kvadrat plus 2x plus 1 var da. Deməli, nəsə ipucu var. Sən burada x plus 1'in kvadratı alınması üçün nə edirsən? Bunu edirsən. X kvadrat plus 2x nə çatmır kvadrat olsun 1. Bunun kvadrat olması üçün 1 çatmır 1. Minus 3 modul x plus 1 üstəgəl sən bura öz başına 1 yazdın. Diqqət. Öz başına götürüb 1 yazdın. Bura öz başına 1 yazmısansa, 1'i 3'dən oğurlamısan da bundan 1 vahid götürürsən. Olur burada 2 bərabərdir 0. Mən heç nə səhv yazmamışam. İxtiyarım çatır yazmağa. Elə bil ki, 3'ü 1 və 2'nin cəmi kimi parçaladım. Aydın oldu. Bunlar eynilikdə bir-birinə bərabər ifadələrdir. Daha bunu qoydum bir qırağa. İndi işim bundandır. Diqqət. Səhv yazdıq. Bəli, səhv yazdıq. Bu bizə nə verir? X plus 1'in kvadratı. Bu bizə nə verir? X plus 1'in kvadratı. X üstəgəl 1'in kvadratı. Minus 3 modul x plus 1 üstəgəl 2 bərabərdir 0. Diqqət. Bu bizə x plus 1'in kvadratı minus 3 modul x plus 1 plus 2 bərabərdir 0 verir. Biz gəldik bura. Bu tənlik bayaqları toxunduq buna və topluda da buna aid var. Bu formada var. Mən daha yazmayacağım bunu. Onu siz yazarsınız da bunu yazıram da. Bu elə onun kimidir. Buradan buraya gəldik. Biz burada nə edirik? Bu x plus 1'in kvadratı elə modul x plus 1'in kvadratıdır. Minus 3 modul x plus 1 üstəgəl 2 bərabər 0. Bayaqlar dedim də, a kvadrat modul a kvadrat eyni anlayışdır. Yəni cüt dərəcə ilə
x üstü cüt dərəcə modul x üstü cüt dərəcə eynidir. Bunu həll edir. Daha burada ehtiyac yoxdur da x plus 1'ə t deyim. Hələ x plus 1'ə görə kvadrat tənlik kimi baxaq. Modul x plus 1'ə görə. Modul x plus 1 bir dəfədə 1, 2 belə deyil. Modul x plus 1 1'dir. Yəni modul x plus 1'ə görə kvadrat tənlik kimi baxaq da kökləri cəmi 3 hasılı 2, 1, 2'dir də. Bu tənlikləri həll edirik. Nə olacaq? Bir dəfə x plus 1 1'dir. Bir dəfə də x plus 1 mənfi 1'dir. Buradan alıram ki x 0'dır. X1 kökü. Buradan da alıram ki mənfi 2'dir. X2. Burada da bir dəfə x plus 1 mənfi 2'dir. Bir dəfə də x plus 1 neçədir? 2'dir. X bərabərdir. Mənfi 3, x bərabərdir 1. X3, x4 deyək də. Köklər bax bunlardır. Yuxarıdakı axı x kvadrat plus 2x minus 3'dür. Dedim axı bunun kvadratı alınır da burada bir çatmır da. Diqqətli ol. Müxtəsər vurma düsturu üçün yaratmaq üçün bir əlavə edir. Əhsən. Kimdir bu İsa'ya? Məndən də qəşəng başa saldı, izah elədi. Halal olsun. Bəli, tamamilə. Nə gözəl də yazıb. Bəli. Müxtəsər yaratmaq üçün, bəli, müxtəsər vurma düsturu yaratmaq üçün, yəni bunun kvadratını yaratmaq üçün bir əlavə edirəm. Bir əlavə etdimsə, bu 3'ü atıb parçalayıram da. 3'dən götürmüşəm axı 1'i. Bunu 2 kimi atıram bura. Qutardı. Əvəzləmə apardım da mən birbaşa yazdım. Elə bil ki, əvəzləmə aparsaydım, modul x plus 1 bərabərdir t. Onlar da t kvadrat minus 3t plus 2. T 1, 2'dir. Apardım, qoydum burada yerinə də. Mən birbaşa yazdım da ona görə. Bu belə. Bu da belə. Orada köklər cəmdə keçdi. Köklər cəmi desə toplayırıq, köklər hasilli desə vururuq. Köklər hasilli 0 olar da, bir kök 0'dırsa, vuruqlardan biri 0'dırsa, hasil də 0'dır da. Bu da getdi. Bu da belə. Növbəti bir misalımız gəlir. Gəlir özdə nə gəlir? Doksan. 90-cı sual bax belə. 2 modul x minus 2 minus modul x kvadrat çıx 5x üstə gəl 6 bərabərdir 0. Bax belə bir tənlik. Tənliyin kökləri cəmi soruşulur. Tənliyin kökləri cəmi soruşulur. Uşaqlar, ekranları biraz bəyənək də. 80 minə doğru. 100 minlə canlını qutaraq da bu günləri. Salam, Allah sizi qorusun. Allah səni də qorusun. Canlıdan sonra danışalım. Deməli, 21-32-də hansı mövzu sualıdır? Soruş da soruş. 80 minə doğru bir dənə sürətlə bəyənək də. Sürətlə. Gəlib çıxaq bu. Belə. 78-ci sualı başa salında bu dərsdə deyirsənsə, o irrasional tənlik dərsi dünənləri izah eləmişəm. Get gir YouTube kanalıma. Nurlan Əliyev irrasional tənlik yaz, orada verilib izahı. Dərsimiz budur axı. Hələ bir şey soruşsa ayrı-ayrı biz dərsin mövzusuna o hərdən olur bəziləri gör misal izah edirlər. Gah buradan, gah oradan dərsin məqsədindən çıxıram da qırağa. Bizim bu günləri dərsimiz modul tənlikdir. Qırağa çıxmayaq da. Dərsin o ahəngi pozulur. Hansısa nə vaxtsa canlı yayın edərəm arada. İmtahana az qalmış, yəni vaxt olanda. Deyəcəm ki, məsələn, bu günləri ümumidir. Kim nə deyir, ona uyğun da bir mövzu izahı, test izahı. Dərs aləm dəyir bir-birinə. Bax, bu tənlik 2 modul x minus 2, minus x kvadrat, minus 5x plus 6 bərabərdir 0. Tənliyin deyir, həll edin. Biz burada nə edirik? Yenə bunu vurublara ayırır. Burada özümüzü belə qəribçiliyə salmayaq da. Yenə deyirəm, uşaqlar, bax, imtahanda misalın sizə həyəcan verməyi normaldır. Vallahi, yeni misal görəndə mənə də həyəcan gəlir. Yəni, bu normaldır da. Anormallıq bilsinlər deyir. Anormallıq odur ki, mənə həyəcan gəlməməlidir.
Nə qədər deyərsən yenə həyəcan gələcək. Həyəcan da elə bir şeydir ki, düşüncədir. Düşüncəni qovmaq olmur. Düşüncə cisim deyil ki, tutub belə atasan o tərəfə. Ya insan deyil ki, deyəsən daha mənlə. Düşüncədə belə bir şey var ki, düşüncənin üstünə getdikcə o səni var bürüyür sarmaşıq kimi. Həyəcanın gəlməyi normaldır. Və baxdım, ilahi bu necə misaldır? Mən bunu necə yazdım? Həyəcan gəldi, qoydum bir qırağa da tutub yaşama onunla. Başla bunu həll etməyə, düşünməyə. 2 modul x minus 2 minus həyəcan adamı bürünmür. Sən onun üçün şərait yaradırsan da. Bu dəqiqə mən də oturum mənfilik haqqında düşünüm. İlahi necə olacaq, ilahi necə olacaq. Enerjidir də. Öz enerji balansımı məhv edirəm. Elə insanlar da var da, vampir insanlar. Adam onlarla danışmaq istəmirsə, uzaqdan görən salam, yaxın gəlmə. 2 modul x minus 2 minus. Bunu vurgulara ayırmaq olar da. X kvadrat minus 5x plus 6'nı biz götürək vurgulara ayıraq. Nə var ki onu ayırmağa? Kökləri 2, 3'dür də. Olur x minus 2, x minus 3 bərabərdir 0. Gördün, biraz dərindən nəfəs alırsan. Bir metod tətbiq elədim, motivasiya gətirir. Bax, elmdə belə bir şey var ha. Elmlə məşğul olanlar ilə şagirdlər də. İnsan bir uğur qazananda növbəti uğur gəlir. Çünki motivasiya gəlir sənə. Bu da belə. Bir udar vurdum bu misala. Bunun bu dayaq nöqtəsi ki vardı, səni tutub qoymurdu yaxına. Onu vurub dağıtdın, qoydun orada. Qutardı, ondan sonra asandır. Bunu vurgulara ayırdı. İndi 2 modul x minus 2. Modulda belə bir xassiyyət var da, hasilin modulu vurguların hər birinin hasilinə bərabərdir. Modulları hasilinə. Yəni ki, modul AB, modul A, modul B'də. Bunu bu şəkildə yazmaq olar modulda. Nisbətdə də doğrudur, hasildə də. Bərabərdir 0. Bunu yazdım bu şəkildə. Növbəti addımın nədir? Ya istəyirsən bunu 0 götür, hər tərəfə böl. İndi ola bilər kimlərsə başa düşməz. Amma belə dədə-baba qaydası. Modul ortaq vuruq kimi mötərizə xaricdən çıxardaq. Ortaq vuruğu nədir burada? Budur da. Modul x minus 2 çıxdı çölə. Nə qaldı? 2 minus modul x minus 3 bərabərdir 0. Gördünüz, bayaqdan sənə eybəcər görünən misal göründü, sənin qarşında necə acizdir. Bunu yazdıq, hasildə hər birini 0-a bərabər götürürəm. Bir dəfə modul x minus 2 0. Bu x minus 2'nin 0 olduğu ilə eynidir, x bərabərdir 2. Bir kökü tapdın. Növbəti işin nədir? Bunu 0-a bərabərləşdirmək. 2 minus modul x minus 3 bərabərdir 0. Modul x minus 3 bərabərdir 2 birbaşa. Bu da sadə bir tənişdir. Bir dəfə mənfi, bir dəfə müsbət. X minus 3 2'dir, x minus 3 mənfi 2'dir. Ay, qutarmır bu. X bərabərdir. Nəysə, 1 nədir? 5. Buradan da x bərabərdir. Mənfi 2 plus 3 1. Köklər 1'dir, 5'dir, 2'dir. Daha sənə nə önəmlidir, nə soruşur? Köklər cəmi soruşulur, topla hamısını 8. Köklər hasili soruşulur, 10, bu da son. Aydın oldu. Belə, daha burada ödəyib, ödəməyən bir kök də yoxdur inşallah. Belə. Növbəti. İndi daha bir maraqlı nisbətən. Çətin də deyə bilərik, nə bilim. İnşallah ekranı bəyənək də bir, bugün canlının 100 minə gətirək də. Neçə vaxtdır mənim canlım? Halbuki mənim canlımda yarım milyon bəyəni olub. 600 min bəyəni olub. 500 nəfər, 600 nəfər canlıda olub. İndi canlının 200'ə 100'ü keçəndə sevinirəm. Səhifəmi biz neçə dəfə şikayət ediblər, mərdi məzarlar. Bilmirlər, neynəsinlər. Bəli, yerinə də qoysaq ödəyər, əlbəttə ki. Növbəti modul təmin işlə bağlı qəşəng bir sual gəlir. Gəlsin də. 111. 111 nömrəli sual. Modul x plus 3 qəşəng bir akademik sualdır bu. Doğrudan qəşəng sualdır. Bax, bu bərabərdir. Modul x kvadrat üstə gəl. Kökdə 8x üstə gəl 6. Bu düşür bura. Ekrana düşər də yəqin ki. Çox mehriban müəlliməm. Nə bilim valla.
Ola bilər. Bilmirəm. Diqqət. Bax, belə bir tənlik. Modul x plus 3 üstəgəl modul x kvadrat plus 3 bərabər kökdə x kvadrat 8. Bu kökdədir ha. Bax, bu da kökdədir ha. Plus 6 bərabərdir 0. Diqqət. Qəşəng sualdır. Bax, bu tənlik. İnşallah ekranları biraz bəyənin. Qoy həm canlımız qalxsın. Canlımız düşür, qalxır. O, bəzi insanların təzyiqi kimi. Təzyiqin də qalxıb düşməyə ziyandır. Damarlar üçün problem yaradır. İlk baxışdan baxan kimi sənə həyəcan, vahimə gələ bilər. Bu normaldır. Baxdım, biraz həyəcanlandım. İlahi, mən burada neyim? Bu normaldır. Bütün insanlara xas olan bir xüsusiyyətdir. Baxdım, qutardı da, bu həyəcan gəldi, getdi də, tutub saxlamadı. Həyəcanın davam eləməyi sənin problemindir. Sən tutub saxlamısan onu. O həyəcan gəldi, sənə bir qonağın oldu 3-4 saniyə, getmək istəyir. Sən əl çəkmirsən ondan. Burax getsin. Gələn get, indi mən keçirəm bu misala. Biraz həyəcanlandı, baxdın keçin. İndi beynini işlətmək vaxtıdır. Ne edirik burada? Baxıb görürsən ki, bu da moduldur, bu da moduldur. Ağlıda bir neçə fikir gələ bilər. Bunu bir dəfə mənfi götürün, bunu nə bilim, nəsə deyə bilərsən. Amma burada moduldursa, sənin birinci işin moduldan xilas olmaqdır. Moduldan xilas olmalısan da bu şəkildə bunu hara apararsan. Bundan qorxun yoxdur. Bu zaten x kvadrat plus 3'dür. Niyə? Çünki bu həmişə müsbətdir də. Bu sıfırdan böyükdür. Sıfırdan böyüksə bu modulsuz modullu eynidir. İşin bunlarlandır. Bunları moduldan xilas etmək üçün nə lazımdır sənə? Şərt lazımdır. Mən sizə dəfələrlə canlı yayında demişdim. Demişdim ki, uşaqlar, bu formada tənliklər, misallar iki formada verilir. Ya şərt verilir. Bir də bir misal tipləri vardır ki, şərt misalın özündən alınır. Burada şərt yoxdur, amma misalın özündən şərt alınır. Hansıdır o şərt? Bax, bu daha. Buradan x mütləq nə olmalıdır? Böyükdür, bərabərdir, 0 olmalıdır. Mütləq şəkildə. Bunun mənası olması üçün x böyükdür, bərabərdir. Bax, sən artıq buradan şərtini aldın. Şərtini alan kimi bu tənliyin belin qırdın qoydun orada. Dil olsa sənə deyək ki, sən neynədin? Bu sıfıra baxaq, ödəyirmi? Götürərik. Ödəməsə bu bərabəri də siləcəm buradan. 0 qoysaq bu da 3'dür, bu da 3'dür. Elə deyilmi? 0 qoysan 3, 3. Bu da 0'dır, 0, 6. Hə, 0 ödəyir. Onsuz da axırda baxardıq ona. Deməli, biz şərti aldıq. Ya Allah deyib qollarınızı çırmalayırsınız. Məni kimi başlayırsınız modulları açmağa. Bir də ki, mən bunu düzəliş verim. Sonra keçib bunu həll edəm. Diqqət. Bunu bildin də. İndi bu modulları açaq. X böyük bərabərdir 0 olanda bu modul nədir? Həmişə müsbətdir də. Elə deyilmi? Bütün hallarda şərti necə aldım? Buradan. Bunun bu cüt dərəcə daxı bunun təyin olunması üçün x böyük bərabər 0 olmalıdır ki, bu təyin olunmalıdır. Şərti aldım. Artıq misal özü sənə şərti deyir. X böyük bərabərdir 0. Qaydıram bura. 0 qoysam burada bu həmişə müsbət. 0 yoxa 0-dan böyük. X 0-dan böyükdürsə müsbətlə müsbətin cəmi həmişə müsbətdir. Deməli modul daxili müsbətdir. Modul daxili müsbətdirsə modul müsbət ədədin modulu özüdür də. Modul xaricinə x plus 3 çıxır. Bunu yazdım. Üstəgəl bu istəyir şərt olsun olmasın. Bu həmişə x kvadrat plus 3'dür. Bərabərdir. Hə. Bax bu bizə x verir. Elə deyilmi? Çünki kök altda x kvadratdan modul x olur. Amma bu şərt onu x edir. Üstəgəl bu qalır heç. Bu qalır. Üstəgəl 6. Hə, biraz dərindən nəfəs ala bilərsən. Bu biraz asanlaşdı. Növbəti işin nədir? Bax bura. Bu x-lə bu x getdi tənliyin hər tərəfindən x-i xoş gəldim elədiniz getdi. Sonra bu 3 ilə 3'ün cəmi 6 verir. Bu 6'lar da getdi. Qaldı x kvadrat bərabərdir 8x. Bu sənə artıq güclü motivasiya verməlidir. Niyə? Çünki bu boyda eybəcər misal gör, hansı şəkil. Elə bil ki, bunu apardın bir gözəllik salonuna, nə bilim, saçın zadın, düzəltdin, gözəlləşdirdin, gətirdin, çıxartdın bu şəkli.
Belə olanda buna bir xeyli yaş vermək olurdu, amma desən ki, bu incə cavan bir adamdır ki. Zarafat edirəm. Yəni bunu deyirəm ki, başa düşmək olsun da. Yəni bu eybəcər təlimi düzgün metod tətbiq etməklə gəldi çıxdı bura. X özü, x kvadratlı kökdə x'in nəyidir? Kvadratıdır da. X özü kökdə x'in kvadratıdırsa, üstündə də kvadrat oldu 4. Kökdə x üstü 4. Aydın oldu. Bu da bərabərdir. Hə, kökdə 8-i də yaza bilərik də. Kökdə 8 vurulsun kökdə x kimi. Bunu aparıb keçirdən bu tərəfə. Yenə hər tərəfi bölə bilərəm. Ola bilər bəziləri başa düşməz. Bunun üstü 4 minus keçirdim bu tərəfə. Kökdə x bərabərdir 0. Hər ikisində nəyi çıxardıram çörək? Kökdə x-i. Oldu kökdə x-in nəyi? Kubu. Bunu hələ burada yazın. Minus kökdə 8 bərabərdir 0. Hər birini 0-a bərabərləşdirirəm. Buradan alıram ki, x bərabərdir 0. x1 kökü zaten burada yoxlamışdım. Bu 1. Sonra gəlir ikinci. Bunu da 0-a bərabərləşdirsəm olacaq kökdə 8. X kub, çünki köklər bərabərdirsə kök altı ifadələr də bərabər. X kub 8-dirsə x də 2-dir. x2 kökü. Belə. x1-i də tapdıq, x2-ni də tapdıq. Kökləri oldu 0, 2. Köklər cəmi soruşuldu, 0 üstə gələ 2. Cavab oldu 2. Görün nə gözəl tənlik və axırda gəldi hara çıxdı. Yəni düzgün yanaşma ilə bu boyda eybəcər görünən tənlik qarşımda acizdir. Belə. Hə, mənə yaman yordu bu. Burada da başqa belə bir şey qalmadı deməyim. Uşaqlar, sizə indi mən bir dənə möhtəşəm bir misal var. Onu sizə sadə, bəsit şəkildə deyirəm. Öyrənin, canınızı qurtarın. Bir dənə ekranları bəyənə 100.000-i keçək. Mən loqaritmi ilk bölümə yaza bilmirəm, amma tənlik falan yazıram. Gir YouTube kanalıma, loqaritm mövzusunun izahını vermişəm. Başa düşdüm, nə gözəl. Modul tənliklə bağlı möhtəşəm bir tənlik var, test var. Onu sizə deyirəm burada. Özünüz də görərsiniz ki, bu nə gözəl misal və inşallah da nə gözəl həll olacaq. Bir dənə 100.000-i keçək, sürətlə 100.000-i keçək. Uşaqlar, xahiş edirəm, rəy yerinə heç kəs yazmasın. Ay, imtahan necə olacaq, nə bilim, nə olacaq, valla bilmirəm, məlumatım yoxdur, imtahan necə olacaq deyənlərə də siz inanmayın, qəti surətdə. Onlar çox söz deyərlər. Çünki zaten sosial şəbəkədir, nəzarət yox, bir şey yox, hərə bilmir ki, necə pul qazansın, necə öz yanına cəlb eləsin. Valla mən bu canlılığı açmamışam ki, şagird qazanım, düz hazırlıq keçirəm, amma mən burada yəni, özümü reklam eləməyə çıxmamışam. Özümü reklam edən insan 2 saat canlı yayında boş, burada pulsuz, parasız dərs keçər. Ondan sonra nə qədər yazırlar burada. Onları götürüb bir qrup yaradıb hazırlıq keçərəm də. Abdül şunları nümunə riyaziyyatdan işləyə bilərsiniz. Növbəti canlı yayımlarımızda bəli, fikrim var. Növbəti canlı yayımlarımızda inşallah. İndi baxırıq bura. Bax, sizə ən çox rast gəlinən suallardan biri. Modul x kvadrat minus 4 bərabərdir m. Bu tənlik topluda bir neçə idi var və gözəl də tənlikdir. Bax, bu misal. Modul x kvadrat minus 4 bərabərdir m. Bu cədvəl şəklində verilir və çoxunuza tanışdır bu. Deyir ki, canlı niyə düşdü 70-ə? Canlı düşdü 70-ə. Təsəvvür edin, mən 1 saatdan çox da az qala 2 saata yaxındır canlıdayım. Çoxunun səbri çatmır qalmağa. İndi mənim yerimdə olsa deyəcəm. Mən təsəvvür elə ki, 2 saatdır burada dayanmadan danışıram. Çünki canlı yayın elədir ki, canlı yayın
dərsdən də çətindir daha. Çünki mən 45 dəqiqə dərs keçəndə ən azından məsələn misalı həll elədim, gözləyirəm. Şagirdlər köçürür. O gözləyən müddət ərzində mən danışmıram da, ağzım sakit durur. Bir dəqiqə də olsa istirahət edirəm. Amma canlı yayında o mümkün deyil. Mən burada sakit qalsam bir dəqiqə belə görünəcəm. Bu çox çətindir doğrudan da. 2 saat, 1 saat amma dayanmadan danış, dayanmadan danış. Danış, həll elə, özdə işıq da buradan balaca bir yerdə də. Mən burada elə qısılıb qalmışam ki, ekrana tam düşüm. Bunlar hamısı nəzərə alıram. Siz qıraqdan asan görünür sizə. Ola bilsin. Bir balaca bax çəkildim, bu tərəfə düşmürəm. Bu çəkiliş pis olur da. Başımın bir tərəfi düşmür. Mən bunları hamısını özüm üçün balaca bir beynimdə territoriya fikirləşmişəm ki, sərhəd. Bu tərəfə çıxa bilmərəm. Çıxsam pis olacaq. Nə bilim, yaxına gəlsəm ekran bulanıq olur, qayıdıram, onu düzəldirəm. Valla çətindir. Bir də odur ki, məsə belə deyək də, xeyrimiz dəyir. Görürsən, biraz danışıb canlı düşür aşağı, nəysə. X kvadrat minus 4 modulda bərabərdir neçə? M tənliyi. Burada ən çox düşən, təşəkkür. Burada ən çox düşən suallardan biri. Tənliyin bir nə vaxt həqiqi kökü yoxdur? Tənliyin 2 həqiqi kökü var. Tənliyin 3 müxtəlif həqiqi kökü var. Tənliyin 4 müxtəlif həqiqi kökü var. Bu dərsin deyərdim ən çətin suallarından biri budur. Modul x kvadrat minus 4 bərabərdir m. M burada parametrdir. Parametr Yunan sözündə ölçüb biçmə deməkdir. Yəni tənliyi ona görə ölçülür, biçilir, analiz olunur da. Parametr odur. Dəyişəndən əlavə bir dəyişən. Yəni x-ə görə mən əgər tənlik kimi baxıramsa, yerdə qalan dəyişən avtomatik parametr rolunu oynayır. Aydın oldu. Yəni mən tənliyi x-ə görə baxıram. Yerdə qalan dəyişənlər parametrdir. Parametr də Yunan sözüdür. Ölçüb biçim, Yunandır, bilmirəm, belə olmalı. Ölçüb biçmə deməkdir. Yəni buna uyğun analiz olunur bu tənlik. Nəysə, bunu da dedim sizə. Uşaqlar, bunun üsulları var. Bir-iki usulla həll etmək olar. Məsələn, bunu baxırsan da müsbət deyirsən, nə bilim, nə deyirsən, gəlir kvadrat tənliyə falan olar. Bir dəfəli rahat yolundan deyim sizə öyrənin. Bu şəkildə tənlikdə m-in hansı qiymətli həlli yoxdur? 1 kökü var, 2 kökü var, nə bilim, 3, 4 müxtəlif kökü var, qrafiklə tapılır. Sənin birinci işin bunun qrafikini qurmaqdır. Modul x kvadrat minus 4 funksiyasının qrafikini qurmaqdır. Bunun qrafikini də qurmaq sənə çətin gəlməsin. YouTube kanalında onunla bağlı dərs var, amma zamanla inşallah bir dərs eləyəcəm. Bunun qrafikini necə quraq? Sən x kvadrat minus 4-ün qrafikini qura bilirsən də, bax. Sən əgər bu tənlikdə olan bu ifadənin, funksiyanın qrafikini qura bilirsənsə, sən bu tənliyi ən rahat yolunu bilərsən. Yoxsa o biri yolu çox çətindir, çox. X kvadrat minus 4-ün qrafikini quraq əvvəl. Görək başımıza nə iş gəlir. Y-in asıllığı x-dən. Biraz böyük çəkin ki, görəsiz. Mən istəyirəm onu göstərim sizə. Bax. Sən bunun qrafikini qur, ondan sonra nə soruşur, ona uyğun cavab verərsən. Bax, bu qrafiki biz quraq. Diqqət. Y-in asıllığı x-dən. X kvadrat minus 4-ün qrafikini necə qurarsan? Biz bilirik də, x kvadratının qrafikini qurursan, bax bu şəkildə 4 vahid düşür aşağı. Yəni, gəldi bax bura. Bura düşdü mənfi 4. X kvadrat minus 4-ün qrafiki budur. Mən həm də bunun içində bu funksiyanın qrafikini də sənə çatdırıram, qurmağı. X kvadrat minus 4-ün qrafiki budur. Yəni, x kvadratının qrafikini qurursan və onu x oxu boyunca 4 vahid düşdürürsən aşağı. Yaxşı, indi modul olsa, axı modul moduldursa bu mənfi ala bilməz, axı bunun aşağıda nə işi var? Qayda belədir. Əgər bunun qrafikini qurdun, bunun modulunun qrafikini qurmaq istəyirsənsə, bunu götürürsən, Y oxundan aşağı hissəsini simmetrik olaraq yuxarı qaldırırsan. Yəni, təsəvvür edək ki, bunu sil yuxarı qaldır. Necə olacaq? Bax, 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 belə olmayacaq. Bax, bunu sildim. Bu mənfi 4 deyildi. Bura düşəcək 4.
Aydın oldu dediyim. Bax, həm də sən bunun qrafikini qurmağı öyrəndin. Deməli, bu funksiyanın qrafiki budur. Bax, gəlmişdi bura. Mənfi qiymət ala bilməz axı. Mənfi hissəni simmetrik atdın yuxarı. Sən bu qrafikin, bu funksiyanın qrafikini qurdun. Biraz o funksiyanın qrafikinə bax, bu beynində həkk olunsun yavaş-yavaş. Beynində məlumat alınsın. Sonra keçirik, orada hallar var. Nə vaxt bunun həlli var, nə vaxt həlli yoxdur. Yəni, bildim, 2 həlli var, 3 həlli var. Mənim də maşallah bir abyomum var. Qalmışam onun qabağında qoymuram. O ekranı tənzimləyirəm də uşaqlar. Bunun qrafikini qurduq və başlayırıq oradakı qrafik bilirsinə də əyani şəkildə görürsən. Yəni, bax qrafikə danış. Birinci, nə deyir? Bir sizinlə bərabər deyirəm. Bax, birinci sual. Tənliyin nə vaxt həqiqi kökü yoxdur? M-in hansı qiymətində? Bu M də düz xəttdə axı uşaqlar. Funksiyanın qrafiki budur. M də bir sabit ədəddir də. M bir düz xəttdir də. O belə sabit, belə gələ bilər də. Çünki deyir axı, M-in hansı qiymətində? M qiymətdirsə, sabit ədəddir də. 5-dir, 3-dür, 2-dir, 1-dir, mənfi 7-dir. Bu M də sabitdir. Ya belə gələr, ya belə gələr. Y, X oxuna paralel bir düz xəttdir. Sən özün fikirləş. Bu M-ə bir ədəd kimi bax da 5, 3 belə. Bu M harda olsa bu tənliyin həlli olmaz. Aşağıda olsa da, yəni bundan kəsişməməlidir. Ona görə də M kiçikdir, sıfırdırsa, həlli yoxdur. Həlli yoxdur. Bu M bundan kəsişməməlidir. Həll olmaması üçün bundan kəsişməməlidir. M aşağıda olmalıdır. M mənfi olmalıdır. Buradan da görə bilirsən də, zaten M mənfi olanda bu tənliyin həlli yoxdur. Bu bir. Sonra ikinci sualı bir deyirəm və yazıram. Diqqət. İkinci deyir ki, tənliyin 2 həqiqi kökü var. 2 həqiqi kökü var nə deməkdir? Yəni, bu Y oxu ilə 2 nöqtədə kəsişir. Bu Y oxu ilə harda 2 nöqtədə kəsişəcək? Ya burada kəsişəcək, görə bilirsiniz, 2 nöqtədə. Bu M bura düşsə 0 olur. M bərabərdir 0. Və bir də harda kəsişir 2 nöqtədə? Bu 4-dən yuxarıda. Çünki burada olsa 4 nöqtədə kəsişir. Burada olsa 3 nöqtədə. 2 burada, 1 burada. Bu ancaq 4-dən böyük yerlərdə 2 dənə kəsişir. 2 nöqtədə kəsişir. Ona görə olmalıdır M böyükdür 4-dən. Deməli, M 0 və M 4-dən böyük olanda 2 müxtəlif həqiqi kökü var. Aydın oldu. Qızıl bilikli, qızıl testi abla. Üçüncü, nə vaxt 3 müxtəlif, yəqin ki, belə deyirdi orada, tənliyin 3 müxtəlif həqiqi kökü var. Nə vaxt tənliyin 3 müxtəlif həqiqi kökü varsa, 3 nöqtə ilə harda kəsişir? Buradan keçməlidir də, buradan 4-ün yanından. Burada 1 nöqtə, burada 2 nöqtə, bir də buradakını kəsir. Bu da bunun qrafiki daha bir hissəsi. Deməli, M bərabərdir 4 olsa, M-in 4 qiymətində də bu 4-dən keçsə 3 müxtəlif həqiqi kökü var. 3 müxtəlif həqiqi kökü var. Bu da 7. Başa düşürsən, yadında qalmış sirrin deyirəm. Dəfələrlə yaz özün üçün. Bir misal, hansısa şagird deyirsə ki, yazıram, yadında qalmır. Heç də sən başa düşmürsənsə, ən çətin işi görmürsən. Çox yaz. Məsələn, sənə bir söz deyim də, öz 2 günümü buna həsr elə. Haçan yadıma düşdü, götür kağızda həll elə. Yadıma düşdü, həll elə. Sonra biraz fasilə və gördün ki, da bilirsən. Sən bir aydan sonra özünü bir dəfə də yoxla. Ancaq bu şəkildə. Dördüncü. 4 müxtəlif həqiqi kökü var. 4 müxtəlif həqiqi kökü olması üçün nə olmalıdır? 4 nöqtədə kəsişməlidir. Buradan gəlməlidir də, yəni 1 nöqtə burada, 2 nöqtə burada, 3 nöqtə burada. Bura gəlməlidir, 4 nöqtə. Yəni bu aralıqda ancaq 4 nöqtədə kəsişə bilər. 0-4 aralığı. M 4-dən kiçik də 4 ola bilməz, 0 da ola bilməz. 0-4 aralığında olanda 4 nöqtədə kəsişir. 4 müxtəlif həqiqi kökü var. Aydın oldu. Bu da belə. Məncə dərsi tam əhatə elədim. Özdə möhtəşəm də dərs oldu. YouTube-a da yerləşdirəcəm inşallah. Girib YouTube-dan da izləyərsiniz. İnşallah sabahları başqa bir dərsdən qarşısında olacam. Amma qəşəng misal idi. Dərs də yaxşı idi.
Mənə bağışlayırsınız gedim. İcazə verirsiniz mənə. Hə. Bəzən burada o qədər öyrəşib. Görürsən ki, biraz gecikirəm yazırlar. Mənim canlı olmayacaq. Canlı nə oldu? Hə. Belə. Gedək yavaş-yavaş. Dərsi YouTube-a yerləşdirəcəm uşaqlar. Girib oradan da izləyə bilərsiniz. Biraz da yazında başa düşürəm. Məndə də can var axı. Yorulmuşam. Mən səhərdən axşama qədər dərs keçirəm. 2 saat, nə qədər 2 saat dərs keçdikdə. Pulsuz dərsdir. Halal xoşsuza minnət qoymuram. İçimdən gəlir, amma doğrudan yorulmuşam da. Həqiqətən. Səhərdən axşama qədər mən dərs keçirəm. Mənim günüm yoxdur ki. Sağ olun, təşəkkür. Sabahlar görüşərik. Hələlik.